Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala Resulina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Əmmə ba'd. Sual verilir ki, dəvətçilər və ya elm tələbələri şəxslər barədə mövqe bildirməlidirmi? Şəxslər barədə danışmalıdırlarmı? Və bu sual verilərkən mən gördüm ki, bir etirazlı sualdır bu. Yəni sadəcə öyrənmək üçün yox, bir etirazlı sualdır ki, nə üçün danışırlar da bu tipdə? Yəni nə üçün elm tələbələri ad çəkərək insanlardan çəkindirirlər? Ümumi olaraq desələr kifayət etməzmi? Yox qardaş, kifayət etməz. Dəvət yükü ağır bir yükdür. Dəvətçinin yükü ağır bir yükdür. O bəzən ümumi danışdığı kimi, bəzən də xüsusi danışmalıdır və bildirməlidir. Yəni ümumi bidətlərdən, şirkdən, küfürdən danışdığı kimi, bəzən də əgər anlaşılmırsa, şirk, küfür əhli və ya onların fəsadları, bidət əhli onların fəsadlarından xüsusi olaraq da danışmalıdır. Bu, elm tələbəsinin, dəvətçinin, elm əhlinin vəzifəsidir. Ola bilər ki, bidətdən danışır, əməldən danışır, amma insanlar əməllərə yox, şəxslərə allandığı üçün şəxslərdən danışmağa da ehtiyac duyur. Belə hallarda elm tələbəsinin ad çəkərək, firqə adı çəkərək, şəxs adı çəkərək birə-bir danışmasında heç bir problem yoxdur. Əksinə bu olan üsul da budur. Ən gözəli də budur ki, rəddiyəsini versin və batildən insanları çəkindirsin. Bu çox gözəl bir əməldir. Allah Azze ve Celle buyurur ki, "Ud'u ila sabil rabbike bil hikmeti vel mev'izetil hasene ve cadilhum billati hiye ahsan." Rəbbinin yoluna gözəl öyüd nəsihətlə və hikmətlə dəvət et və onlarla gözəl şəkildə mübarizə apar, mücadilə et. Baxın, Allah Azze ve Celle burada hikmətlə ləfzini istifadə edir. Hikmət nədir? Hər şeyi yerli yerinə oturtmaq deməkdir. Yəni, bəzən hikmət budur ki, ümumi danışmaq lazımdır. Bəzən hikmət budur ki, xüsusi danışmaq lazımdır. Bəzən hikmət budur ki, əməllərdən danışırsan, əməl edənlərin isimlərini çəkmirsən. Amma bəzən də hikmət budur ki, birbaşa isimlərə rəddiyə verirsən ki, dinləyən insanlar, onlara aldanan insanlar tam olaraq məsələni başa düşsünlər. Onun üçün burada qəribsənəcək bir şey yoxdur. Hər şey bu şəkildə dəyərləndirilə bilməz ki, ad çəkilmədən aparılsın. Hər halda, qardaşlar, dəvətçilər daha yaxşı bilirlər nəyi necə etmək lazımdır. Həm bunun elmini bilirlər, həm də bunun fikrinin içindədirlər, vaqiəsinin içindədirlər. Yəni, siz kənardan baxırsınız və kənardan qərar verirsiniz ki, bu edilməsəydi də olardı. Amma o işin içərisindədir, mübarizənin içərisindədir, mücadilənin içərisindədir və o yaxşı bilir ki, bunu belə etmək lazımdır, edir. Yəni, heç kəs, yəqin ki, heç bir dəvətçi bunu xoşlamır ki, birə-bir ünsiyyət eləsin. Yəni, birə-bir ad çəkərək rəddiyə versin, ad çəkərək əməlin pisliyindən danışsın. Bunu birə-bir istəməz. Çünki qarşı tərəf də başlayır cavab verməyə və belə deyim də, bu münasibətlərin körlanması, problemlərin böyüməsinə gətirib çıxara bilər. Amma bəzən elə hal gəlib çıxır ki, artıq insan danışmaq məcburiyyətində qalır. Belə halda tövsiyəm odur ki, qardaşlarınıza, müəllimlərinizə, elm tələbələrinə, dəvətçilərinə dəstək olasınız. Onlara qarşı durmaq yerinə, bu olmasaydı daha yaxşı olar deyə rəy vermək yerinə, onların məsləhətlərinə inanıb, onlara güvənib, onların etdiyi dəvətə, onların buraxdığı dərslərə dəstək olasınız. Bu sizin üçün daha xeyirli olar. Bu ümmətimiz üçün daha xeyirli olar. Allah Azze ve Celle bizi eşitib faydalanan qullarından etsin. Əmin və elhamdülillahi Rabbil alemin.